Necə bir həyat tərzi sürməliyik ki, xəstələnməyək və özümüzü xoşbəxt hiss edə bilək? Xoşbəxtlik adlandırdığımız şeylər nədən asılıdır? Uzun və dolğun bir ömür sürmək üçün müəyyən şeylərdən imtina edib fədakarlıq göstərmək tələb olunurmu? Həyatda sağlamlıqdan daha qiymətli bir şey varmı? İnsan tamlıq təşkil edən bir varlıqdır. İnsanın fiziki sağlamlığı, onun emosional vəziyyəti, təfəkkürünün fəaliyyəti, həyat məqsədləri və prinsipləri ilə sıx vəhdət təşkil edir. Bizim sağlamlığımız təkcə bədənimizin deyil, canımızın və ruhumuzun da sağlamlığı çox saylı amillərdən asılıdır. Qəbul etdiyimiz qərarlar, insanlarla münasibətimiz, düşüncə tərzimiz, ətrafda baş verənlərə münasibətimiz, dünya haqqında təsəvvürümüz, inandığımız şeylər, öz orqanizmamıza münasibətimiz və qəbul etdiyimiz qida. Necə bir həyat tərzi sürməliyik ki, xəstələnməyək və özümüzü xoşbəxt hiss edə bilək? Xoşbəxtlik adlandırdığımız şeylər nədən asılıdır? Uzun və dolğun bir ömür sürmək üçün müəyyən şeylərdən imtina edib fədakarlıq göstərmək tələb olunurmu? Həyatda sağlamlıqdan daha qiymətli bir şey varmı? İnsan tamlıq təşkil edən bir varlıqdır. İnsanın fiziki sağlamlığı, onun emosional vəziyyəti, təfəkkürünün fəaliyyəti, həyat məqsədləri və prinsipləri ilə sıx vəhdət təşkil edir. Bizim sağlamlığımız təkcə bədənimizin deyil, canımızın və ruhumuzun da sağlamlığı çox saylı amillərdən asılıdır. Qəbul etdiyimiz qərarlar, insanlarla münasibətimiz, düşüncə tərzimiz, ətrafda baş verənlərə münasibətimiz, dünya haqqında təsəvvürümüz, inandığımız şeylər, öz orqanizmamıza münasibətimiz və qəbul etdiyimiz qida.